bəzən pis iş görmüşük. Necə qorxuruq ki, buna xahiş edirəm, fikir verəsiniz. Bax, bu misalı çəkirəm, eyni ilə əxlaq ustadları deyir, belə olmalıdır insanın halı. Pis iş görmüşük, qorxuruq ki, xəbər tutar kimsə. Söz başlayır, hardansa gəlir ora. Məsələn, lap uşaqlıqda da olur ki, bir pis qiymət alıb uşaq. Görür ki, məsələn, söz gələcək ki, valideyn deyəcək, gündəliyi gətir, baxın. Sözün əvvəli ki, qorxur, ora ehtimal gedəcək o söhbətin üzərində, sözü dəyişməyə çalışır. Məsələn, qonşu gəlir, deyir, bugün oğlum 5 aldı məsələn. Bu qorxur ki, 5 aldı, anasının yadına düşəcək, bəs mənim oğlum neçə aldı? Filan gəlib bundan axırda gündəlik istəyəcək, elə bu əvvəldən sözü dəyişir ki, hə, bilmir necə çıxsın vəziyyətdən, ya söz ora getməsin deyə, hə, mən həyətə düşüm, gedim çörək alım, neyim, tam əlaqəsiz bir sözlər danışır ki, söz gedib ora çıxmasın. Alimlər deyir, xeyr işinizi bax belə gizlətməyə çalışın. Söz başladı bir yerdən ki, gəlib çıxacaq, sənin hansısa xeyr iş gördüyün üzə çıxacaq, ondan qorxun, qaçın. Onu gizlədin, sözü dəyişin. İmkan verməyin ki, sizin yaxşı işləriniz üzə çıxsın cəmaatın içində. Bu nəfsi vurmaqdır, din budur, yoxsa yaxşı iş görmək deyil. Dinin həqiqəti bundan ibarətdir.